Yox olsam çınar kimi solaram. Bilsəm ki xoşbəxtsən, bəxtəvər olaram. Amma unutma ki mən qayıdaram ötən günlər limanına. Oradan yuxuna qonaq gəlib öpüb oyadarım. Mən küləyəm, mən küləyəm, məni sınama. Mən özgəyəm, məni saxlama. Cənnətdən qovulmuş şeytanam, məni qınama. Mən küləyəm, məni sınama. Gecə qaranlıq, necə sükut var. Bura kölgələr ölkəsi, bura öz dünyam, bura çox viran. Bura çağırmam heç kəsi. Bəlkə bir gün yenə mən qayıdaram ötən günlər limanına. Oradan yuxuna qonaq gəlib öpüb oyadarım. Mən küləyəm, məni sınama. Mən özgəyəm, məni saxlama. Cənnətdən qovulmuş şeytanam, məni qınama. Mən küləyəm, məni sınama. Mən küləyəm, məni sınama. Mən özgəyəm, məni saxlama. Cənnətdən qovulmuş şeytanam, məni qınama. Gəlidir bu. Mən küləyəm, məni sınama. Səsimin qəmli notlarısan, sən bunu anla. Səmalara açılmış qanadımsan, yadında saxla. Könülsüz qəmli otağımsan, günəşim ağla. Mən küləyəm, məni sınama. Dəlidir bu uşaq, dəlidir. Oy, oy. Elnur. İndi baxaq görək, o necə bir küləyə qopardı bunu ustadlardan eşidək. Zülfiyə xanım, sözü sizə verək. Elnurun bugün bu böyük səhnədə olmağı mənim üçün bura böyük səhnə sayılır. Çünki işıqlar, tamaşaçılar, bütün hər tərəfdən, hər yandan efirdə Elnurun görsənməyi. Onsuz da Elnur xalqın sevimlisidir. Çünki Elnurun artıq öz kütləsi var, amma mən düşünürəm ki, Elnurun ehtiyacı vardı bu səhnədə olmağa. Bəli. Bu səhnəni görməyə həm də ixtiyarı var idi. Yolun açıq olsun Elnur. Murad, buyurun. Elnur bu layihənin özünküləşdirmək şahzadəsinə, prinsinə çevrilir. Özünə xas olmayan üslubu məhz Elnur kimi, heç kim kimi yox, məhz Elnur kimi təqdim etməyi bacaran iştirakçıdır. Amma yaradıcılıq da budur ki, sənə aid olmayan bəzən üslubu da özünküləşdirə biləsən. Elnur bunun öhdəsindən gəldi. Bəyəndin, bəyənmədin. Hiss olunmur dediklərimdən. Bəyəndim də. Bəyəndi. Elnur özünküləşdirdi. Maraqlı bir musiqini, hansının ki sözləri daha önəmlidir əslində bu. Bu nəğmənin mətni daha maraqlıdır, mənə elə gəlir. Elnur onu çevirdi, elədi bir yaxşı bir oda, yaxşı bir nəğməli etirafa çevirdi və mən bunu bəyənirəm. Elnur, necə gözəl söylədiniz Zülfiyə xanım. Sənin də bu layihəyə ehtiyacın var. Nə yaxşı ki gəldin, nə yaxşı ki röyaylasan. Bu o deməkdir ki, sən hələ bizi çox təəccübləndirəcəksən. Mən buna inanıram. Əlbəttə.
Buyurun ay Eldar. Mən dəfələrlə bu layihədə onun şahidiyəm ki, gözəl musiqi, istedadlı musiqiçilər, ifaçılar bir vəhdətə gələndə çox keyfiyyətli, çox yeni, çox müasir bir iş ərsəyə gəlir. Mən çox şadam ki, bu mahnını Elnur siz, Orient Express, Anar, Röya ən başda tam fərqli üslubda özünə məxsus bizə çatdırmısınız və sizdə bu çox əla alınıb. Təşəkkür edirəm və təbrik edirəm. Çox sağ olun. Elnur, qəşən bir bahar küləkləri əstirə bildiniz. Demək olar bu rəylərin ardından, amma birazdan burada həyəcan, rüzgarı yaşanacaq. Onda sizi dəvət eləyəcəyik hələ ki səhnə arxasına.